Salam hörmətli izləyicilər, sizlə Aqil Rəhimovdur. Bu video yeni sürənlər üçündür, amma uzun illər sürənlər də istifadə edə bilərlər. Birincisi, körpülərdə və tunellərdə çalışın, sol zolağı tutmayın. Deyəcəksiniz, niyə? Soldakı maşınlar bəhk edirlər, sizi tələsdirəcəklər, ya sürəti artırıb radara düşəcəksiniz, ya həyəcanlanacaqsınız. İkinci məsləhət çox vacibdir. Fikir verin, mən elə bil ki, ağ xəttə yaxın sürürəm avtomobili, ağ xəttə yaxın sürürəm. Ağ xətti basmıram, olmaz, amma ağ xəttə yaxın sürürəm. Niyə? Sağda təhlükəsizlik pəncərəsi saxlayıram. Çıxsalar, bax, belə bir manevr eləyib, deməli, təhlükədən qaçıram. Bir də göstərirəm. Bax, belə gedirik. Soldan bizi sıxırlarsa, sağa meyillənirik və təhlükədən qaçırıq. Diqqətinizə görə çox sağ olun.